Seri siyasi tarixində bir qadın vardı. Gücün zirvəsinə qalxan, lakin sirli şəkildə yoxa çıxan. Onun ölümü intihar, yoxsa gizlədilən bir qətl idi. Bugün Sovet İttifaqının ən sirli qadın nazirinin yüksəlişi, çöküşü və ölüm hekayəsindən danışacağıq. Onu 3-cü Yekaterina da adlandırırdılar. İşgüzar və emosional Yekaterina Furtseva həm məhəbbət, həm də ədavətə layiq idi. Çox çətin bir dövrdə özünə gözəl karyera qazanmış bu qadının taleyi roman və kinofilmə layiqdir. Yazıcı Bəhrəm Çələbi yazır ki, 1930-cu ildə Yekaterina 1-ci əri Pyotr Bitkovla tanış olur. Yaşayışın çətin olmağına baxmayaraq onlar çox xoşbəxt idilər. Həyat yoldaşı cəbhəyə yollanan zaman Yekaterinanın 32 yaşı vardı. Quyubşevdə evakuasiyada olarkən onun Svetlana adlı qızı dünyaya gəlir. Bu hadisədən bir neçə ay sonra Furtseva Moskvaya qayıdır. Lakin çox keçmədən onun həyatında dəyişiklik baş verir. Cəbhədən əzəmiyyətə gələn Pyotr Bitkov ona başqa qadını sevdiyini etiraf edir. Təbiətən çox aktiv olan Yekaterina bu zərbəni dəf etmək üçün gecə-gündüz çalışır, ictimai fəaliyyətini davam etdirirdi. Sonra isə onun Stalin və ələlxüsusda Xruşovla tanışlığı baş verir və tez bir zamanda Furtseva Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin rəyasət heyətinə üzv seçilir. Artıq 1955-ci il noyabrın 7-sində rəyasət heyətinin Kremlin möhtəşəm zallarında keçirilən qəbulda xanım Furtsevanın Varaşilov, Pervuxin və digər rəhbər işçilərlə rəqs etdiyini görmək olardı. Təkcə Xruşov rəqs meydançasına girməkdə imtina etmişdi. 1954-cü ildən Furtseva paytaxtın kommunist təşkilatına rəhbərlik etməyə başlayır. Əvvəllər isə bu postda Xruşovun özü idi. Furtsevanın qızı deyir ki, ilk dəyişiklik bizə bağ verilməsi oldu. Sonra isə şəxsi ev, tövlə, hamam, kater və hətta üstü açıq avtomobil. İkinci imtiyaz isə ondan ibarət idi ki, bizə öz evimizdə çoxlarının əli çatmadığı xarici filmlərə tamaşa etmək, istənilən teatra bilet tapmaq, yayda dəniz kənarında dincəlmək, xüsusi mağazalardan kitab və geyimlər almaq imkanı verilmişdi. 1954-cü ildə Yekaterina Furtseva Nikolay Fryubin adlı diplomata ərək edir. Furtsevanın məhz ona könül verməsi təəccüblü deyildi. O, Yekaterina üçün xarici səfərlərdən gözəl hədiyyələr gətirir. Onun hər bir istəyini dərhal yerinə yetirirdi. Yekaterina daim elegant görünməyə baxmayaraq, öz geyim stilini dəyişir. Məhz Fryubinin sayəsində onun vücudunda xüsusi bir füsunkarlıq əmələ gəlir. Buna baxmayaraq, Furtsevanın yeni ömür yoldaşı barədə çox az adam xoş sözlər deyirdi. Daxilən dəyişkən və şıltaq şəxs olan Fryubin Furtsevaya görə öz həyat yoldaşı və 2 övladını atmışdı. Əvvəlcə onlar arasında çox isti münasibətlər mövcud olsa da, tədricən problemlərlə üzləşməyə başlayırlar. Yekaterina Furtseva isə siyasətlə məşğul olmaqda davam edir və Xruşovun ən sevimli adamlarından birinə çevrilirdi. Deyilənlərə görə hətta bir müddət onların çox sıx münasibətləri olmuşdu. Belə ki, bir qrup yüksək rütbəli məmurlar Nikita Xruşova qarşı ixtişaş hazırlayarkən, onu xilas edənlərdən biri də Furtseva olur. Mədəniyyət naziri təyin edildikdən sonra o böyük həvəslə həmin sahədəki problemlərin həlli ilə məşğul olmağa başlayır. Onun mədəniyyət işləri üzrə nə zaman ixtisaslaşması barədə soruşduqda, Furtseva qətiyyətlə cavab verir ki, mədəniyyət məsələləri məni həmişə maraqlandırır. Bu zaman onun həyatı çox zəngin qrafik üzrə davam edir. İstedadlı və məşhur şəxslərlə dostluq edir, görüşlər keçirir, səfərlərə çıxır və çıxışlar edirdi. Məlumdur ki, Furtseva Armand Hammerlə dostluq edirdi. Və bir dəfə Hammer seri mədəniyyət nazirindən Maleviçin qara kvadrat rəsmini hədiyyə alır. Bir sözlə onun yüksəlişi göz qabağında idi. Lakin 1961-ci ildə gözlənilmədən onun siyasi büronun üzvlüyündən kənarlaşdırdıqda, Furtseva damarlarını kəsərək intihar etməyə cəhd göstərir. Amma həkimlərin səyi nəticəsində ölümün pəncərəsində xilas olur. Buna baxmayaraq, o uzun müddət güclü əsəb stresindən müalicə də alır. Bəzilərinin dediyinə görə Furtseva öz istefası ilə barışmayaraq bu addım atmışdı. Amma heç də hamı belə düşünmürdü. Yaxınların fikrincə bu addımın daxilində sonsuz dərəcədə inan bəslədiyi adamın xəyanəti gizlənmişdi. Qeyd edək ki, məhz həmin dövrdə onu siyasi bürodan Nikita Xruşovun özü çıxarmışdı. Bu hadisədən sonra Yekaterina tam gücü ilə həyatla mübarizə aparmağa çalışır. Axı evdə qızı böyüyürdü. Lakin nə xoşbəxtlik vardı, nə də ki məhəbbət. İçkiyə qurşanır. Sonradan daha bir zərbə ilə üzləşir. Onun şəhər kənarı ev ətrafında böyük qalmaqal yaranır. Güya qanunsuz tikilmiş bu ev əsl şantaj və hədə-qorxu hədəfinə çevrilir. Onu bir çox işlərdə günahlandırırdılar. Furtseva üçün isə ictimai rəy çox şey demək idi. Təhqirlərə dözməyən Furtsevanın komissiya yaradılıb hər şeyə aydınlıq gətirilməsi xahişi də cavabsız qalır. Çünki belə araşdırmalar bir çoxlarına sərf etmirdi. Az sonra Furtsevaya töhmət verərək bağını da müsadirə edirlər. Bütün bu olanlardan sonra hər şey faciə ilə sonlanır.
Belə ki, 1974-cü il oktyabrın 24-də Yekaterina Furseva dünyasını dəyişir. Tibbi sənədə görə Furseva kəskin ürək çatışmazlığından, digər versiyaya görə isə zəhərlənmədən keçirmişdi. Əhali arasında dolaşan şayəyə görə isə intihara səbəb Fursevanın spirtli içkiyə qurşanması olmuşdu.